Sentyabrın 25-də Nyu-Yorkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarşı tərəfin müraciəti əsasında Sloveniya prezidentinin həyat yoldaşı Alice Musar ilə görüşüb. Görüşdə Alice Musar Sloveniya Respublikasının hökuməti tərəfindən 1998-ci ildə mina qurbanlarına dəstək məqsədi ilə yaradılmış İnsan Təhlükəsizliyinin artırılması adlı humanitar qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin üzləşdiyi mina probleminə diqqət çəkdi. Leyla Əliyeva qeyd etdi ki, minalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan geniş miqyaslı bərpa quruculuq işlərini və böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesinə ciddi maneə törədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən geniş miqyaslı humanitar mina təmizləmə fəaliyyətinin aparıldığı və mina qurbanlarına dəstəyin göstərildiyi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirildiyi bildirildi.